Azərbaycanda yanvarın 16-sında havanın yağmursuz keçəcəyi gözlənilir. Müstəqil.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 6-dan 10-a qədər dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 75-dən 80%-ə qədər, gündüz 55-dən 65%-ə qədər təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 6-dan 11 dərəcəyə qədər isti, dağlarda gecə 5-dən 10-a qədər dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-dən 20 dərəcəyə qədər şaxta, gündüz 2-dən 5 dərəcəyə qədər şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacağı ehtimalı var.